Üzünə 3 dəfə deyir, bəlkə təhəccüd etməklə qılasan, iman burasan. Salih qadın burada. Salih qadın o deyil ki, molda sezon başladı. Seyl 50-70%, ne olar? O değil. O değil. Salih qadın odur ki, kişi çox işlədir, çox yorulur. Gecə namazına qalxmaz, hər halda fərz ona vacibdir. Özü qılır, onun üçün dua eləyir. Və kişinin xəbəri olmur ki, gecə yatır və onun tərəzisi dolur, qadın onun üçün doldurur. Onun tərəzisinə istiğfarlar göndərir. Allah'tan bağışlamalar göndərir. İşlərinin səhmənə salmasını onun üçün göndərir. Özü təhəccüdə qalxıb. Və əzan vaxtına gəlir, yenə də əlini suya batırır, yenə də özündə çırpır. Deyir ki, fərzdir ya, əzanın vaxtını bəlkə durasan. O deyir, hə? Salih qadın budur. Salih qadın bir kişiyə verilən ən xeyirli əmtaadır dünyada. Ondan xeyirlisi yoxdur. Onun heç nədə gözü yoxdur. Əksinə, qızıl ona darlıq verir. Deyir, bu qızıl sanki məni Allah'tan unuttur deyə. Bəlkə evdə saxlayayım, kimə göstərim? Salih qadın odur. Çünki onun zənginliyi sinəsinin üstündə deyil, sinəsinin içindədir. Qəlbinin içindədir. Salih qadın odur ki, nəinki bahalı maşını tələb eləmir. Bahalı maşına minməkdən utanır ki, bəs mənim ac, yoxsul, dul bacılarım var. Mənə yaraşarmı? Köksü o qədər zəngindir ki, gör haralar fikirləşir. Salih qadın odur ki, səndən məxmər, ipək, bahalı şubalar istəmir. Əksinə deyir ki, mənim paltom 2 dənədir. Şükür Allah, Allah razı olsun, almışsan, amma ehtiyac yox idi. Yəni köhnəni də geyinərdin, eyb yox. Onda birini bacıma hədiyyə verim. Bacılardan, yoxsullardan birinə verim. Salih qadın budur. Salih qadın bax bu əmtalarda yarışır.